Bugün Novruzun nəfəsi sayılan Yel çərşənbəsidir. Novruz bayramını aparan 4 müqəddəs çərşənbədən biri olan Yel çərşənbəsi xalqımızın qədim inanc və ənənələrində xüsusi yer tutur. Su və od çərşənbələrindən sonra gələn Yel çərşənbəsi təbiətin artıq tam oyanmağa başladığını, baharın nəfəsinin duyulduğunu müjdələyir. Xalq inanclarına görə bu çərşənbədə əsən isti küləklər sadəcə adi təbiət hadisəsi deyil. Qədim etiqadlara əsasən oyanan yel dünyanı dolaşır, təbiətin digər ünsürlərini, suyu, odu və torpağı hərəkətə gətirir. Sanki təbiətə yeni can, yeni nəfəs verir. Buna görə də bugün xalq arasında yelli, küləkli çərşənbə kimi də tanınır. İnanclara görə məhz bugündən sonra torpaq daha sürətlə isinməyə, ağaclar tumurcuqlamağa, təbiət isə baharın gəlişinə hazırlaşmağa başlayır. Qədim türk dünya görüşündə yel həyatın və hərəkətin rəmzi sayılırdı. İnsanlar inanırdılar ki, yel qışın ağır və soyuq havasını qovaraq yerinə yazın təravətli nəfəsini gətirir. Ona görə də Yel çərşənbəsi həm də dəyişimin, yenilənmənin və ümidin rəmzi kimi qəbul olunur. Bugün də digər çərşənbələr kimi tonqallar qalanır, insanlar bir araya gələrək Novruz ənənələrini yaşadırlar. Həyat bacalar təmizlənir, ev-eşik səliqəyə salınır, bayram süfrəsi üçün müxtəlif şirniyyatlar hazırlanır. Tonqal ətrafında yığışan insanlar köhnə ilin ağırlıqlarını geridə qoyduqlarına inanaraq yeni ilin daha bərəkətli və uğurlu olmasını arzulayırlar. Novruz süfrəsinə hazırlıqda məhz bu günlərdə daha da qızışır. Paxlava, şəkərbura, qoğal kimi milli şirniyyatlar bişirilir, səməni yetişdirilir və bayramın gəlişi böyük sevinc və həyəcanla gözlənilir. Yel çərşənbəsi həm də insanların qəlbində ümid və inamı gücləndirən bir gündür. Bu günün küləklərinin bütün çətinlikləri, qüssələri aparıb yerinə sevinc, bərəkət və xoş xəbərlər gətirəcəyinə inanılır. Qoy Yel çərşənbəsinin gətirdiyi bahar nəfəsi hər bir evə sevinc, ruzi bərəkət və xoş xəbərlər gətirsin. Yel çərşənbəniz mübarək.